İkinci salnamələr. 8-ci fəsil. Süleymanın tikinti işləri. Süleyman Rəbbin məbədini və öz sarayını 20 ilə tikib qutardıqdan sonra, Xiramın Süleymana verdiyi şəhərləri Süleyman yenə tikdi və İsrail övladlarını orada yerləşdirdi. Süleyman Xammat Sovaya getdi və bu ölkəni tutdu. Səhrada Tadmoru və Xamatda bütün ambar şəhərlərini tikdi. Yuxarı Betxoronu və aşağı Betxoronu, divarlarla, qapılarla və sürgülərlə olan qalalı şəhərlər kimi tikdi. Baalatı, özünün bütün ambar şəhərlərini, bütün döyüş arabalarının olduğu şəhərləri, süvarilərin olduğu şəhərləri, Yerusəlimdə, Livanda və onun hökmranlığı altında olan bütün yerlərdə tikmək istədiyi hər şeyi tikdi. Ölkədə İsraililərdən olmayan başqa xalqlar, Xetlilər, Emorlular, Perizlilər, Xivlilər və Yevuslular qalmışdı. Çünki İsrail övladları onların atalarını məhv eləməmişdi. Süleyman onları mükəlləfiyyətçi elədi və bu indiyə qədər belədir. İsrail övladlarından isə heç kəsi öz işi üçün qul eləmədi, ancaq onlar Süleymanın əskərləri, keşik rəisləri, döyüş arabalarının və süvarilərinin başçıları idi. Padşah Süleymanın nəzarətçi rəisləri də İsraililərdən idi. Xalqa rəislik eləyən bu adamlar 250 nəfər idi. Süleyman Fironun qızını Davudun şəhərindən onun üçün tikdiyi evinə köçürdü. Çünki o dedi, arvadım İsrailin padşahı Davudun sarayında yaşamasın, ona görə ki, Rəbbin sandığının gəldiyi yerlər müqəddəsdir. Süleyman məbəddə ibadət qaydasını müəyyən eləyir. O vaxt Süleyman eyvanın önündə düzəltdiyi Rəbbin qurbangahında Rəbbə yandırma qurbanları təqdim eləyərdi. Şənbə günlərində və təzə ay mərasimlərində, ildə 3 dəfə bayramlarda, mayasız çörək bayramında, həftələr bayramında və çardaqlar bayramında, Musanın əmr elədiyi təqdimlər günündə təqdim eləyərdi. Atası Davudun hökmünə görə, o, kahinlərin bölmələrini xidmətlərinə görə, hər günün qaydası ilə kahinlərin yanında həmd və xidmət eləmək üçün Levililəri vəzifələrinə görə və hər qapıya qapıçıları bölmələrinə görə təyin elədi. Çünki Allah adamı Davud belə əmr eləmişdi. Onlar hər məsələdə, xəzinələrlə bağlı məsələlərdə padşahın kahinlərə və Levililərə olan əmrindən çıxmadı. Rəbbin məbədinin bünövrəsinin qoyulmasından tikilib qutarmasına qədər Süleymanın hər işi hazırlanmışdı. Beləcə, Rəbbin məbədi tikilib qutardı. Süleymanın donanması. Süleyman Edom ölkəsində, dənizin körfəzində olan Esyon-Geverə və Elata getdi. Xiram adamlarının vasitəsilə ona gəmilər və dənizə bələd adamlar göndərdi. Onlar Süleymanın adamları ilə birgə Ofirə gəldi və oradan 450 talant qızıl götürüb Padşah Süleymanı gətirdilər.